Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan Duman çəkiləndə romanı Ankarada işıq üzü görüb. Ədalətin bərpa olunması prosesində Azərbaycana göstərilən siyasi təzyiqlər, Qarabağ münaqişəsinin yaradılmasının məqsəd və səbəbləri, əldə olunan böyük qələbə, Azərbaycan xalqının yurt sevgisi, igidlərin cəsurluğu, real döyüş hekayələri oxucuların diqqətinə çatdırılır. Romanda həmçinin Azərbaycan xalqının genetik xüsusiyyətləri, eləcə də tükənməz yaradıcılıq istedadına toxunulub. Romanın süjet xətti ümumilikdə Azərbaycan xalqının milli azadlıq arzularını özün ehtiva edir. Əsərin baş qəhrəmanı Müzəffər Ali Başkomandan və qəhrəman Azərbaycan əsgəri, Azərbaycan hərbçisidir. Roman bütün şəhid və qazilərimizin ümumiləşmiş qəhrəmanlığını və onların yüksək insani hisslərini tərənnüm edir. Əsər həmçinin türk dünyasının işıqlı gələcəyi üçün birlik çağırışları ilə zəngindir. Azərbaycanın qardaş Türkiyədəki Səfirlik tərəfindən çap olunan kitabın nəşri üçün bir neçə mütəxəssisdən rəy alınıb.